Selamun aleyküm. Bəzi insanlar video çəkib paylaşırlar ki, şəxsi ailə məsələdir. Mən arvadımdan qorxuram, mən arvadımdan çəkinirəm, arvadım mənə qarşı belə eləyir, arvadım mənə qarşı elə eləyir və bunu da sosial şəbəkələrdə paylaşırlar. Tutalım ki, sən bunu eləyirsən, qorxursan, hər nə qələt eləyirsən elə. Bunun cəmaata nə aidiyyəti var? Bunun cəmaata nə dəxlisi var axı? Niyə hər şeyi belə paylaşırsınız? Amma arvadımdan çəkinirəm, arvadım mənə qoymur evə gəlməyə. Siz kişisiniz, biraz düşüncəviz, məntiqiniz olsun. Bunu eləyirsinizsə, bunun cəmaata nə aidiyyəti var? Niyə sosial şəbəkədə paylaşırsınız? Niyə özünüzü qorxaq, cılız, zəif, nə bilim, gücsüz hesab edirsiniz? Bunu eləyirsinizsə cəhənnəmə evdə eləyin də. Bunu sosial şəbəkədə paylaşıb insanlara demək nə aidiyyəti var axı? Nə maraq var sizə bunu paylaşırsınız? Mən arvadımdan qorxursan cəhənnəmə qorx da. Bu niyə ictimaiyyətə bildirirsən? Və sonra dedilər ki, bütün kişilər eynidir. Arvaddan qoy. Mən elə deyiləm. Sən əgər bir o ailədə zəifçilik yaratmısan, arvadını ipin buraxmısan, arvadına qarşı qorxaqlıq yaranıb sənin qəlbində, o sənin problemindir. Cəmaatın bəyəm arvadı, ailəsi, uşağı yoxdur bəyəm. Ona da belə qarşı belə eləsinlər də. Yəni öz arvadınızı, öz gələcək zövcənizi, xanımınıza niyə reklam eləyirsiniz? Nədir axı bu? Yəni son 15 il ərzində bu baş verən bir hadisələrdir. Əvvəlki kişilər belə deyildilər. Yəni nə oldu belə bu kişilərə ki, bəzilərinə aid də məcbur olaram bu video çəkməyə ki, insanlar görün ki, bunu adi halla kimi yanaşırlar. Adi məsələ kimi baxırlar. Olmaz axı bunu eləmək. İnsanlar nə oldu? Biri, ikisi elə, üçü, ta hamısı elə eləməz də. Yəni hamısı bunu eləməklə göstərirlər ki, Azərbaycan kişiləri budur. Bu da Azərbaycan kişiləri. Bizi qorxaq, cılız, zəif, gücsüz hesab eləyir. Amma əslə qalsa bizim xalqımız çox güclü xalqdır. O qeyrətli oğlanlar, o qeyrətli kişilər, mərd igidlər, mərd şəhidlər öz canından keçdilər, öz bədənlərindən keçdilər, qolundan keçdilər, şəhid oldular, yaşlı qazi oldu. Onlar da gərək belə eləsinlər də, onlar da gərək üzr istəyirəm, zəifçiliğini göstərsinlər ki, biz beləyik. Allah cəmi şəhidlərimizə rəhmət etsin. Allah qazilərimizə şəfa versin. Həqiqətən də siz qazilərdən, şəhidlərdən ibrət alın. Adi insanlardan yox. Əgər baxmaq istəyirsinizsə nümunəyə, baxın şəhidlərə, peyğəmbərlərə, övliyalara, əhl-i beytə, bunlara nəzər salın. Görün onlar nə cür olublar.